Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Sanyo kondisionerinin pultun istifadə qaydasını bu videoda mən sizə başa salacağım. Bu kondisionerin on-off, yəni yandırıb söndürmə düyməsidir. Bunun köməyi ilə kondisioneri yandırıb söndürə bilirik. Kondisionerin temperaturunu qaldırmaq üçün bu düymədən, aşağı salmaq üçün isə bu düymədən istifadə edirik. Rejimlərin dəyişdirilməsi üçün mod düyməsindən istifadə olunur. Bu kondisionerdə 4 rejim var. Hal-hazırda isitmə rejimindədir. Bu qurutma rejimidir. Bu soyutma rejimidir və bu avto rejimidir. Əlbəttə ki, insanların əksəriyyəti kondisionerdən soyutma məqsədləri üçün istifadə edirlər və bu səbəbdən də biz soyutma rejimini ilk öncə izah edəcəyik və düyməni bir neçə dəfə basırıq və burada qar dənəci işarəsi gələndə kondisioner soyutma rejiminə keçmiş olur və bu rejimdə biz temperaturu 22, 23, 24 dərəcə arasında ayarlayırıq. Burada bir fan speed, yəni fanın sürəti deyilən bir düymə var. Bu düymənin köməyi ilə biz kondisionerin sürətini dəyişirik. Bu kondisionerdə 4 sürət var. Ən yüksək sürət, orta sürət, aşağı sürət və bir də burada A hərfi gələndə bu kondisionerin avto sürətidir. Bundan başqa deməli flap düyməsinin köməyi ilə biz deməli jalüzləri hərəkət etdirə bilirik və yaxud onları hər hansı bir vəziyyətdə gördüyünüz kimi ekranda görürsünüz, dayandıra bilirik. Burada demək soyutma rejiminə aid olan bir neçə məsələ var. Soyutma rejimində bəzi vaxt elə olur ki, insanlar 22 dərəcəyə, 21 dərəcəyə, hətta 20 dərəcəyə qoyurlar və bu səbəbdən soyuq dəymə kimi problemlərlə rastlaşırlar. İstehsalçılar burada bir night setback, yəni gecə istifadə etmək üçün, başqa kondisionerdə bu sleep rejimidir, yəni yuxu rejimidir. Bura gecə rahat yatmaq üçün olan bir düymədir və bu düymə basıldıqda burada bir insan silueti, gözlərini yummuş insan silueti gəlir. Bu da nədir? Yəni bu yuxu rejiminin işə salınmasıdır. Yuxu rejimində bu temperatur yavaş-yavaş qaldırılır və bu səbəbdən də yəni 1-2 saatdan sonra təxminən 23 dərəcəyə, bir neçə saatdan sonra 24 dərəcəyə qaldırılır və dolayısıyla bir neçə saat ərzində temperatur 2 dərəcə qaldırıldığına görə soyuq dəymə məsələsi ilə biz rastlaşmırıq. Biz burada indi yenidən deməli bir daha düymə var burada. 1 hour. Məsələn, istəyirik ki, 1 saatdan sonra kondisionerimiz sönsün. Bu düyməni basırıq və 1 saatdan sonra kondisionerimiz sönəcək. Və yaxud sönmüş vəziyyətdə kondisionerin 1 saatdan sonra yanmasını istəyiriksə, yenə də bu düyməni basa bilərik. On-off düyməsini basdıqda həmən rejimdən çıxmış oluruq. Hörmətli izləyicilərimiz, indi isə demək kondisionerin digər rejimlərinə qayıdırıq. Məsələn, mod düyməsini basırıq. Burada A hərfi gəlir. Bu avto rejimdir. Avto rejimdə kondisioner verilən temperaturu daimi eyni səviyyədə saxlamağa çalışır. Məsələn, deyək ki, biz burada 25 dərəcə ayarlamışıqsa, temperatur 25 dərəcədən aşağı düşərsə, kondisioner isitmə rejimində, yuxarı qalxarsa soyutma rejimində çalışacaqdır. Bir daha mod düyməsini basdıqda burada günəş işarəsi gəlir. Bu da ən çox istifadə olunan rejimlərdən biridir. Bu rejimdə temperaturu 26 dərəcənin üzərində saxlayırıq. Çünki isti hava yüngül olduğuna görə kondisionerin tez-tez sönməsinə, yanmasına səbəb olur. Amma əgər elektrik enerjisinin qənaətini barəsində düşünürsünüzsə, o zaman 25-26 dərəcə qoymaqda da yarar vardır. Bu rejimdə ən önəmli məsələ fan düyməsinin köməyi ilə sürətin avto rejimə qoyulmasıdır. Ümumiyyətlə fan düyməsi vasitəsilə 4 rejim deməli var. Orada böyük sürət, orta sürət, aşağı sürət və də avto sürət. Və bu rejimlər, bu fan düyməsi hər dəfə basıldıqda növbəti biz rejimə keçirik. Məsələn, indi ən yüksək sürətdir, orta sürət, aşağı sürət və avto sürət. Avto sürətə qoyulmuş kondisionerdə isti rejimi çox yüksək səviyyədə işləyir. Çünki sürət qədəməli olaraq seçildiyinə görə
və mikroprosesor tərəfindən seçildiyinə görə kondisionerin işləməsi çox məhsuldar olur və eyni zamanda kondisionerlərdə qış rejimində tez-tez görünən çöl hissənin tez bir zamanda buzlaması hadisəsi burada çox nadir hallarda olur və olanda da yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda baş verir. Və qeyd etmək istəyirik ki, ümumiyyətlə isitmə rejimində bir kondisionerin istini verməsi təxminən 6-7 dəqiqədən sonra baş verir. Və daha bir önəmli məsələ odur ki, isti rejimində kondisionerin istini maksimal olaraq verməsi havanın temperaturundan asılı olaraq 20-40 bəzi vaxtı isə 1 saata qədər vaxt apara bilir. Və eyni zamanda bütün kondisioner istissalçıları havanın temperaturu sıfıra yaxınlaşdıqda başqa isitmə cihazlarından istifadə etməyi bizə məsləhət görürlər ki, biz də burada həmən istissalçıların sözünü sizə çatdırırıq. Yəni havanın temperaturu təxminən 5 dərəcədən aşağı düşdükdə artıq kondisioneri başqa qızdırıcı cihazlar varsa o cihazlardan istifadə etmək məsləhət görülür. Mod düyməsini yenidən basırıq və burada bir su damlası işarəsi gəlir. Bu qurutma rejimidir və bu qurutma rejimində evdə olan nəm bayıra atılır və bununla da evdə olan nəm miqdarı azalır. Bir daha basdıqda əlbəttə ki, biz soyutma rejiminə qaydırıq və indi isə burada maraqlı bir rejim var. Bu da nədir? Timer düyməsi. Ümumiyyətlə, timer düyməsi nə üçündür? Timer düyməsi kondisioneri müəyyən bir zamanda yandırmaq və yaxud söndürmək üçün. Timer on, kondisioner hər hansı bir zamanda yandırma, timer off isə söndürmək üçündür. Tutaq ki, kondisionerimiz indi işləy vəziyyətdədir və biz də işə gedirik. İstəyirik ki, kondisionerimiz, məsələn, deyək ki, kondisionerimizi söndürürük və istəyirik ki, biz axşam saat 7-də gələcəksə, axşam saat 6-da artıq kondisionerimiz işə düşsün. Əgər indi saat, deyək ki, səhər saat 8-dir, bu o deməkdir ki, biz kondisionerimizin təxminən 10 saatdan sonra işə düşməsini istəyirik. Bu zaman timer on düyməsini basırıq. Timer on düyməsini basırıq və bundan sonra bu düymənin köməyi ilə onu 10 saata ayarlayırıq. Kondisionerimiz 10 saatdan sonra biz söndürdükdə isə, yəni kondisionerimiz 10 saatdan sonra yandırılacaqdır. Və yaxud kondisioner işləyə vəziyyətdə olanda biz kondisionerin tutaq ki, gecə saat 12-də yerimizə uzanmışıq və istəyirik ki, gecə saat 3-də, yəni 3 saat sonra kondisionerimiz sönsün. O zaman timer off düyməsini basırıq və orada 3-ə nizamlayırıq və artıq kondisionerimiz 3 saatdan sonra söndürüləcəkdir. Eyni zamanda, yəni belə də etmək olur ki, kondisioner deyək ki, müəyyən bir zamanda hər gün yansın, sönsün. Məsələn, deyək ki, biz indi burada saat 3-ə qurmuşuq. Timer onu da deyək ki, 1 saatdan sonraya qururuq. Timer onu 1 saatdan sonraya məsələn qururuq. Gündə kondisionerimiz 1 saat işləyəcək və 3 saat keçəndən sonra sönəcək və bu formada kondisionerimiz işləyəcək. Yəni indi göründüyü kimi burada həm on görkənir, həm off görkənir və bu rejimlərdən çıxmaq üçün əlbəttə ki, biz on düyməsini və off düyməsini buradan basıb çıxırıq. Burada bir önəmli yenə düymə var. Bu düymə burada yerləşir. Yəni ACL, yəni all clear, hər şeyin təmizlənməsi. Yəni bəzi vaxt elə olur ki, pultlarda müəyyən bir problem baş verir. O problemin aradan qaldırılması üçün belə bir düymə qoyurlar. Reset düyməsi, yəni onu basdıqda gördüyünüz kimi ekranda hər şey yox olur və ekrana yalnız bir A hərfi gəldi və bundan sonra biz artıq beyni təmizlənmiş pultdan istifadə edəcəyik. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkür edirik. Mən Yusif müəllim və əgər hər hansı bir sualınız olarsa bizə yazmağı unutmayın. Əssəlamu aleykum.